Salam hörmətli abituriyentlər, texniki ixtiralar və böyük coğrafi kəşflər mövzusunda danışacağıq. Ümumiyyətlə 15-16-cı əsrlərdə Avropada texniki yeniliklər, hansı texniki yeniliklər oldu? Məsələn, yuxarıdan fırlanan çaxlar ixtira olundu, domna sobalar ixtira olundu, daha çox metal, çuğun, dəmir əritmək mümkün oldu və beləliklə yeni odlu silahlar ixtira edildi. Artıq 16-cı əsrdə ağır səhra toplarından istifadəyə başlanıldı və bununla feodal qəsrləri artıq öz etibarlılığını itirdi. Əl silahları, tapanca və muşketlər meydana gəldi. Bununla da feodal cəngavər süvariləri əhəmiyyətini itirdi. Kompas ixtira edildi. Karavellalar, yəni yelkənli gəmilər ixtira olundu. Bu da böyük coğrafi kəşflər üçün çox mühüm bir yenilik idi. Və böyük coğrafi kəşflərin səbəbləri var. İqtisadi səbəbləri var, bir də siyasi səbəblər var. İqtisadi səbəblər o idi ki, qara ölüm vəba epidemiyası yayılmışdı Avropada 14-cü əsrin ortalarında. Sosial-iqtisadi vəziyyət pisləşmişdi. Avropa iqtisadiyyatının yenidən canlanması üçün çoxlu qızıl, gümüş və işçi qüvvəsinə ehtiyacı var idi. Şərqin zərif ipəyi, qiymətli ədviyyatları da Avropalıların Asiyaya marağını artırmışdı. Siyasi səbəblər nə idi? Osmanlılar Kiçik Asiya və Suriyadan keçən ticarət yollarına nəzarət edirdilər. 1453-cü ildə Konstantinoplun fəthi ilə Avropalı tacirlərin şərqlə ticarəti çətinləşmişdi və coğrafi kəşflər əsasən xristianlıq dininin yayılması pərdəsi altında aparılırdı və onun əsas iqtisadi və siyasi məqsədləri gizli saxlanılırdı. Və gəlirik səyyahlara. Bartolomé Dias 1487-88-ci illərdə Portuqaliya krallığı tərəfindən səyahətə göndərilir. Ümid burnunu kəşf eləyib, Hind okeanına çıxır, lakin səyahəti burada tamamlayıb geri qayıdır. Çünki dənizçilər yorulmuşdu, xəstəlik yayılmışdı. Kristofor Kolumb 1492-ci ildə İspaniya krallığı tərəfindən səyahətə göndərilir, qərbə doğru üzərək Kuba və Haiti adalarını kəşf edib, bu əraziləri səhvən Hindistan əhalisində Hindular adlandırır. Özü də bilmədən yeni bir qitə Amerika qitəsini kəşf etmiş olur. Buranın Hindistan yox, yeni bir qitə olduğunu sübut edən isə Amerigo Vespucci olmuşdur və onun adıyla Amerika adlanmışdı yeni qitə. Vasco da Gama 1498-ci ildə Portuqaliya krallığı tərəfindən səyahətə göndərilir, Ümid burnunu keçir və Hindistana dəniz yolunu kəşf edir. Fernand Magellan 1519-22-ci illərdə səyahət edir, dünya səyahətinə çıxır, İspaniyalı dənizçi idi. Atlantik okeanından qərbə tərəf üzüb Asiya qitəsinə çıxmaq istəyirdi. Filipin adalarında öldürülsə də, İspan dənizçiləri bu səyahəti tamamlaya bilir və bu səyahət yerin kürə formasında olmasını, okeanların bir-biri ilə əlaqəli olduğunu sübut edir. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri yeni qitələrin kəşf olunması idi. Ticarət yolları dənizlərdən okeanlara keçir, Venesiya və Genuya ticarətdə öz əhəmiyyətini itirir. Dünya ticarəti yaranır, ənənəvi yollar əhəmiyyətini itirir və ticarət Niderland, Portuqaliya və İngiltərə limanlarında cəmlənir. Siyasi nəticələr o idi ki, müstəmləkə işğallarına şərait yaranır. Avropa, Asiya və Afrika ölkələrini müstəmləkəyə çevirir, bir sıra sosial-iqtisadi və siyasi problemlərin əsası qoyulur, yeni ərazilər uğrunda müharibələr olur, yeni ərazilər nüfuz dairələrinə bölünür və ilk belə bölünmə, yəni ilk belə müqavilə İspaniya ilə Portuqaliya arasında olmuşdu. İlk müstəmləkə işğalları İspaniya və Portuqaliya tərəfindən həyata keçirilirdi. Portuqallar hətta Çin və Yaponiya sahillərinə qədər gedib çatırlar. Lakin hərbi cəhətdən daha güclü olan İspaniya, Fransa, Hollandiya və İngiltərə daha geniş işğallar həyata keçirir. Məsələn, İspanlar Meksikada Aztek dövlətini, Peruda isə İnklərin dövlətini süquta uğradıb, Mərkəzi və Cənubi Amerikanın böyük hissəsini ələ keçirirlər. Portuqaliyanın tutduğu ərazilər Ərəbistan və Hindistan sahilləri, Şərqi Afrikanın Hind okeanı sahilləri, Zond və Moluk adaları, Cənubi Amerikada isə yalnız Braziliya. İspanların tutduğu ərazilər Braziliyadan başqa bütün Cənubi Amerika, Meksika və Peru, Kuba və Karib dənizi adaları idi. Belə, dəyərli yoldaşlar, texniki yeniliklər və böyük coğrafi kəşflər mövzusunda videomuzun sonuna gəldik. Ümid edirik ki, sizin üçün faydalı oldu.
İndi isə vəsaitimizdən mövzunu öyrənək. Sağ olun.